halsız, yuxusuz, depressiv vəziyyətdəsən, halın yoxdur, durasan, yuxulu gəzirsən, ayaq üstə evləri yığışdırmaq istəmirsən, işə getmək istəmirsən, heç kimə ünsiyyət qurmaq istəmirsən, bayram əhval-ruhiyyən yoxdur, amma bir rəfiqən, bir dostun, bir anan gəlir deyir ki, yox, dur, geyin, bəzən, düzən, get, əylən və səni buna məcbur edirlər, hansı ki, sənin şuuraltın digər yerə səni aparır. Düşünürsən ki, negativin üzərinə bu cür pozitiv enerji yükləməklə sən pozitiv enerjiyə düşəcəksən. Yox, negativin üstünə pozitiv, negativdir yenə də. Halbuki pozitivin üzərinə pozitiv, iki pozitiv olur. Ona görə də çalışmaq lazımdır. İlk öncə necə çıxın bu vəziyyətdən? Əgər psixoloqa gəlmək kimi şansınız yoxdursa, birinci, bu vəziyyətdə, negativdə olduğun halda özünə iki dənə sual ver. Birinci, mən nə üçün bu vəziyyətə düşmüşəm? Mənə aid olan vəziyyətdirmi? İkinci, kimə hansı haqsızlıq etmişəm və yaxud da haqqına girmişəm və yaxud da doğru düzgün addım atmamışam? İki dənə sual ver. Vicdanın haradasa bir sızıntısı varsa, kiminsə oğurluq enerjisinə girmişsənsə, kiminsə enerjisini özündə tutub saxlayıb bir pozitiv özünə bir yol çizmisənsə və onun geri dönüşüdür, kimsədən enerji oğurlayıb, kimsəni gözlətməklə, kimsənin enerjisini gözlədərək özündə saxlayırsansa, istənilən bir negativ enerji, o enerji orada yenidən daha ağır vəziyyətdə səndən sağlaşacaq. Kimsə haqqına girmisənsə, kimsə haqqını tapdalamısan, kimsə bir negativ düşüncə, enerji, lənət, neysə də bir şeylər etmisənsə, bu geri dönüş ola bilər. İkinci, heç kimə vicdanın təmizdirsə, heç kimə heç nə etməmişsən, heç kim haqqında heç bir pislik düşüncə falan olmayıbsa, burada bu vəziyyətə düşünsənsə, düşün ki, sənə aid olmayan enerjini yaşayırsan. Səni bu vəziyyətə salıblar. Hər ikisinin aydınlığını gətirmək üçün, bəli, insan halıdır ki, öz haqqında hər zaman pozitiv düşünür. Mən heç kimə heç nə etməmişəm, heç kimə haqqına girməmişəm, heç kimi tapdalamamışam və məntiqi səviyyədə biz bunu hər zaman haqlı özümüzə çıxartdığımıza görə, bəli, özümüzə sərahtarına. Amma biz psixoloqa gələndə, psixoloq artıq sənin görünməyən, şuur altında olan tərəflərini açanda, niyə görə xəstəsən, niyə görə halsızsan, niyə görə yuxusuzsan, psixoloqa gələndə bunun terapiyasında şuur altı problemləri, bu vəziyyətə düşmə səbəbini, hansı bir xəstəliyə nə üçün yaşadığını, karmik vəziyyətdirmi, sənin dərs almağın üçündürmü, təkrar-təkrar eyni səhvləri etdiyin üçündürmü, təkrar-təkrar yaşadığın səhvlərdən dərs almadığın üçündürmü? Bunları bilməyin önəmlidir ki, terapiyada hansı fayda olur? Sən bu vəziyyətdən normal yaşayıb, məsələn, cəzanı normal şəkildə çəkib çıxanda insan, yəni bir daha o vəziyyəti təkrar-təkrar yaşamır və yaşatmır kimisə. Əgər sən cəzanı normal şəkildə dərs alaraq yaşamadığın halda təkrar-təkrar labirintə, karmik borçlarını ödəmək üçün düşəcəksən. İnsan kiminsə haqqına girirsə, kiminsə layiq olmadığı yerə salmaqla məşğul olursa, düşün ki, bu vəziyyətləri sən maska şəklində gizlədərək, gülərək, əylənərək, yenə də bir başqa tərəfdən sən o borçları ödəyəcəksən. Necə edək ki, hüzurla yaşayaq? Yəni, bizim hal-hazırdakı maddi aləmdə olduğumuza görə qaça-qaçaşımız, qaçırıq, tələsirik. Onu alın, bunu alın, onu geyinim, bunu gəzim. Yəni, maddi olan hər şey biz düşünürük ki, önəmlidir də. Amma düşünün ki, bir anlıq, indi insan o səviyyəyə, enerji səviyyəsinə qalxmalıdır ki, maddi olanı ikinci plana atsın, ruhu birinci plana atsın. Ruhun əldə etdiyi, keçdiyi heç bir yol ondan kimsə ala bilməz. Alarsa geri dönüş daha yüksək ola bilər və ən təhlükəsi də budur. Amma biz maddi əldə etdiyimiz hər şey hamısı toz olub, kül olub və bunun üçün yaşayırdıq. Bunun üçünmü çabalayırdıq? Bunun üçünmü ruhumu bu qədər yandırmağa sərf etmişəmmi? Təəssüf hissi, sonraki peşmançılıq fayda vermir. Değil mi? Biz əslində maddiyyata çox bağlı olanda, hər şey maddiyyat görəndə, insanları belə maddiyyat görəndə, çünki bizim həyatımızın
daha çox bayaq da maddiyyat işə keçirlər, düzdürmü biz? Çünki mənəviyyat heç kimə lazım deyil. Mənəviyyat sənə lazımdır. Sən bunun üzərində işləyərsənsə, terapiyalarda ən çox bunun üzərinə gəlirəm. Ruhunu doğru yola yönləndirərsənsə, həyatının axışı dəyişər. Sən əgər kirli işlərlə məşğulsansa, başqalarının pislik, dedikodu, başqalarını məhv etməkdən həzz alırsansa, inan ki, ədalət var, enerji ədalətli şəkildə işləyir. O enerji gecdir, səni tutacaq xəstəliklərlə, həyatında baş verən dağılmalarla, etdiyin pisliklərin artıqlamasının geri dönüşü ilə. Əgər sizə pislik edirlərsə, enerjinizi öldürürlərsə, daim başqalarının pisliklərinə məruz qalırsansa, heç nə etməyinizə ehtiyac yoxdur. Sadəcə ilahi ədalətə prosesi tamamilə buraxırsınız, özünüzlə məşğul olursunuz, özünüzün ruhunuzu daha da yüksəltməklə məşğul olursunuz. Bununla məşğul olduğunuz halda o insana ən böyük cəzalar gedəcək. Kimsəyə pislik, lənət, negativ enerji göndərməyin, düşünməyin belə. Siz düşünmədikcə o daha proses daha da tezləşir və o insanın daha da cəzasına çatır. Bir də hər hansı bir uğurlu insanın enerjisini, məsəl üçün görürsünüz ki, falan kəs sizdən uğurludur. Onun enerjisində, onu düşünərək tutmağa çalışmayın. Bu ən böyük özünüzə etdiyiniz pislik ola bilər ki, o enerjini, gözlətmə enerjisini özünüzdə saxladığınız halda bunu məsəl üçün necə edir insanlar? Yəni bunları danışmırsınız, amma edirsiniz. Hər kəs edir. Necədir? Məsələn, birinin uğurlu bir insanın, yəni nömrəsini özündə saxlayaraq, onun şəklinə baxaraq, onu düşünərək, onun bütün enerjisini özünüzdə, onu düşünərək hər hansı bir iş görürsünüz, onu düşünərək hər hansı bir addım atırsınız və onu atırsınız zibilliyə, onun enerjisini. Çünki insan, onu edən insan zibilli enerjisində olur. İlk öncə dəyərsizləşdirir də, artıq onun bütün enerjisini özünə çəkdiyinə görə onu zibilli enerjisini atır. Sən bir dəyərsizsən, bir heçsən, ünsiyyətdə də o hissi verir. Həmin insan düşünsün ki, uğurladığı enerji elə böyük bir 2 qat, 100 qat zibilli enerjisində onun üzərindən geri dönüş edəcək ki, sabah xəstə olanda, sabah ağır psixoloji problemlər olanda, psixoloji problemlərin səbəbi bilin ki, bu enerjilərdir. Bu enerjilər insanları istənilən psixopatoloji problemlərə sürükləyir və bunun müalicəsi, dərmanla falan heç nə ilə olmur. Onu da deyim, sadəcə sakitləşdirir və bunu insan dərk etməsə, prosesdən çıxmaq istəməsə, çıxa bilməyəcək. Ona görə çalışın ki, hər gündə olan yaşayışınızın hüzurunu, insan hüzuruna önəmli bu həyatda heç nə yoxdur. Hüzurlu o şor əbbəyi, çörəyi, şor çörəyi yeməkdən hüzurlu heç nə yoxdur. O çörəyi hüzurla yesən, sakitliklə yesən, sənin süfrəndə milyonlar olsa belə, sən ona qorxaraq, kiminsə oğurluq enerjisini, bərəkətini oğurlayaraq süfrəyə düşsən də, o sənə zəhər olacaq və heç bir zaman doymayacaqsan. Hər zaman nəyinsə çatmayacaq, hər zaman boşluqda olacaqsan, hər zaman boşluğu doldurmaq üçün nələr saxtaracaqsan, harasa gedəcəksən, nəyisə alacaqsan, tükəndirəcəksən və doyumsuzluğun bitməyəcək. Əgər sən şor çörəklə həyatının həzzini yaşamaq istəyirsənsə, bugün əldə olanı şükür etməlisən, bugün əldə etdiklərinin dəyərini bilməlisən, sənə doğru düzgün yol göstərən insanlara təşəkkür və şükür enerjisində olmalısan. Çünki o insanları sənin qarşına çıxardan Allahdır. Allah səni doğru yolda olmağın üçün sənə şanslar verir ki, bunu təkrar etdiyin səhvləri etməyəsən, dərk edəsən. Narsizm, egoizm ən böyük şəxsiyyət pozuntularından biridir ki, insanın egosu onun başına bəla olur. Başqasından yaxşı olduğunu sübut etmək üçün hər kəsə, əslində özünü sübut etmək o qədər ehtiyacı var ki, o qədər dəyərsiz edib ki, ata-ananı bir heç görüb ki, bir zibil görüb ki, o insanlar başqalarının zibillik enerjisi göndərməkdən, heç etməkdən heç utanmazlar. Ona görə egonuzu, narsizminizi məhv etmək üçün, ona qalib gəlmək üçün mütləq psixoterapiya önəmlidir. Psixoterapiya çox önəmlidir. İnsan bu yolu keçəndən sonra əvvəlki insan olmur və etdiyi səhvləri təkrar etmir. Bu qədər.